Deyir bir dəfə bir şəxs yolla gedərkən yol kənarında qoyun otaran, sürü otaran bir çobana rast gəlir. Çobana yaxınlaşır və qoyunlardan birini ona verməsini təklif edir. Çoban isə cavabında deyir ki, filan kəs, bu qoyunlar mənim özümün şəxsi mülküm deyil, şəxsi malım deyil. Bunların sahibi var. Mən sadəcə olaraq bir çobanam və bu qoyunları otarmağın müqabilində əlim üzdü alıram. Bu şəxs çobana belə deyir ki, gəl sən bu qoyunlardan birini ver mənə, mən sənə filan qədər, filan məbləğdə pul verim. Sürü sahibinə, qoyun sahibinə də deyərsən ki, qoyun itdi və yaxud da canavar yedi. Bir cavab verərsən. Çoban imanlı insan idi. Qayıdır belə bir müdrikanə bir cavab verir ki, filan kəs, mən bu qoyunu sənə verdim, bu oldu sənin cavabın. Sən də o pulu mənə verdin, bu da oldu mənim cavabım ki, bundan mən razılaşdım. Mən də getdim, qoyun sahibini, sürü sahibini aldatdım, bu da oldu onun cavabı. Ortada əsas bir məsələ qalır. Bəs Allahın cavabını kim verəcək? Bəli, hörmətli dostlar, bəzi vaxtlar görürük ki, hər şeyə cavab tapa bilərik. Yeri gəlsə hamını müəyyən yollarla sustura bilərik. Amma Allahın cavabını vermək hələm-hələm hər insanın ağzı deyil, hər insanın işi deyil. Çünki Allah hilə-kələklə susturulacaq bir varlıq deyil. Allah əgər hökm verirsə, ədalətlə hökm verir. Necə deyərlər, qiyamət günü hökm verəcək, hakim elə özü şahiddir. Bütün işlərdə belədir. Allah özü hökm verdiyi işlərdə özü də şahiddir.